Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mən Nail Sadıqovla 4-cü sinif monitorinq imtahanı dəstək videolarımıza davam edirik. Bu video sadəcə 4-cü videomuzdur. Bundan əvvəl bizim 3 videomuz olub. Əgər həmin videoları izləməmisinizsə, mütləq surətdə bu video bitdikdən sonra onları da izləməyinizi tövsiyə edirəm. Əlavə olaraq bizim YouTube üzərində monitorinq imtahanı üzrə mövzu izahlarımız, çoxlu sayda pulsuz sınaqlarımız, YouTube Shorts bölməsində kifayət qədər pulsuz, ödənişsiz formada olan sınaqlarımız var ki, hansı ki kanalımıza abunə olaraq həmin videolardan faydalana bilərsiniz. Dostlar, əvvəlki videolarda monitorinq test toplumusu haqqında da məlumat vermişəm. 2 hissəli test toplusudur. Birinci hissə orta məktəb dərsliyi üzrə birinci hissələri əhatə edir, Azərbaycan dili və riyaziyyat. İkinci hissədə ikinci hissələri əhatə edir. Əgər detallı məlumat əldə etmək istəyirsinizsə, birinci videoya baxaraq detallı məlumatlara sahiblənə bilərsiniz. Əlavə olaraq videolarımız vasitəsilə sizə yaxından dəstək olmağa çalışırıq. Əgər bu videolar sizə faydalıdır deyə düşünürsünüzsə, videomuzu bəyənməyi, videoları paylaşmağı, şərhlərinizi bildirməyi də unutmursunuz zəhmət olmasa. Bizi digər sosial şəbəkələr üzərindən də izləyə bilərsiniz. Linkləri videonun açıqlama bölməsinə yerləşdirəcəm. Telegram kanalımız, Instagram adresimiz, yəni hər bir səhifənin linki aşağı hissədə var. Oradan tanış ola bilərsiniz. Dostlar, çox vaxt itirməyək, mən artıq sualların izahına keçid edirəm. Bu gün qeyd etdiyim kimi 5 sualın izahını verəcəm. Əvvəlcə siz videonu saxlayırsınız, müstəqil formada cavabı tapırsınız, sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edə bilərsiniz. Birinci sualımız 352.000 A127 ədədi 9-a qalıqsız bölünürsə, A-nı tapın. Əgər ədəd 9-a qalıqsız bölünürsə, onun rəqəmləri cəmi də 9-a bölünməlidir. Yəni yazıram 3, üstə gələk 5, üstə gələk 2, üstə gələk 2, üstə gələk 7. Axırda da A-nı yazacağam. Yəni bunu toplayanda 9-a bölünməlidir. İndi ədədləri toplayıram. 3-ün üstə 5 gələndə 8 edər, üstə 2 gələndə 10, üstə 2 12, üstə də 7 gələndə olacaq 19. 19-un üzərinə hər hansı bir ədədi gəlib 9-a bölməyim lazımdır. A-nın yerinə ən aşağı 0 qoya bilərsiniz, çünki rəqəmdir. 0-ın üstə 19 gələndə 19 edir. Yəni bu olmayacaq. Ümumiyyətlə 9-a vurma cədvəlini bilirsiniz. 9, 2, 18, yəni 18 artıq keçdiyi üçün deməli bura 27 olmalıdır. 27 özü 9-a bölünür. O zaman biz A-nın yerinə 8 yaza bilərik. Əgər A-nın yerinə 8 yazsanız, 19-un üstə 8 gələndə 27 edər. 27 özü də 9-a bölünür. Doğru cavab birinci sualda D variantı olur. İkinci sual. Azalan 50 və çıxılan 24-dür. Azalanı necə dəyişmək lazımdır ki, fərq 19 olsun? Azalan 50-dir, qeyd edirik. Çıxılsın, çıxılanda 24-dür. 50-dən 24 çıxanda qalacaq 26. İndi azalanı necə dəyişmək lazımdır ki, fərq 19 olsun? İndi azalanı bilmirəm, çıxılsın, çıxılan yerində qalır, yəni 24-dür. Bu bərabərdir, fərq 19 olmalıdır. İndi hansı ədəddən 24 çıxanda 19 qalır? Bu formada düşünə bilərsiniz. Məhsul azalanı tapmaq üçün çıxılanla fərq toplanılır. Yəni 24-ün üstə 19 gələcəm. 9-un üstə 4 gələndə 13 edər. 3 yazıram, 1-i yadda saxlayıram. 2-nin üstə 1 gələndə 3 edər, 1 də yadda 4 olacaq. Yəni x-in yerinə biz 43 yazmalıyıq. Bura 43-ü qeyd edirəm. İndi biz azalanı necə dəyişdirdik? Bayaq azalan 50 idi, indi 43 olmalıdır. Deməli biz bunu 7 vahid azaltdıq. Doğru cavabımız A variantına uyğun gəlir. Üçüncü suala baxırıq. Namiq 5 ədəd kitab üçün toplam 16,5 manat pul xərclədi. Bir ədəd kitabın qiymətini tapın. Əvvəlcə siz 16,5 manatı qəpiyə çevirə bilərsiniz, əgər sizə çətin gəlirsə. 16 manatı bilirik, bu yerində qalacaq. Bəs 5,2 manat nə qədərdir? Üstə gələk. 5-2 manatı biz qəpik vasitəsilə ifadə edə bilərik. Bunun üçün nə edirəm? 5-2-nin 100-ə vurmaq lazımdır. Bu prosesdə necə baş verir? Ümumiyyətlə 100-ü bu formada deyim, 5-ə bölüb 2-yə vuracaqsınız. 100-ü 5-ə böləndə 20 düşər, 20-ni 2-yə vuranda 40 edir. Yəni 5-2 manatımız 40 qəpik deməkdir. Başqa sözlə, Namiq 5 ədəd kitab üçün 16 manat 40 qəpik pul xərcləyib. Əlbəttə 16-40-ı siz 5-ə böləndə çətinlik çəkə bilərsiniz. Bu zaman nə edirsiniz dəyərli dostlar? Hamısını qəpiyə çevirə bilərsiniz. 16 manatımız neçə qəpikdir?
16'nın arxasına 2 dənə 0 yazıram və yaxud da 100-ə vururam. Çünki 1 manatımız 100 qəpikdir. Bu edir 1600 qəpik. Üzərinə də 40 gələndə olacaq 1640. Sonra 1640 ümumi xərclənən puldur qəpik olaraq. Bunu bölürəm 5 kitaba. 16-nı 5-ə böləndə 3 dəfə düşər. 3 5-im 15. Burada 1 qaldı. 1 5-ə bölünmür. 4-ü gətirirəm. 14-ü 5-ə böləndə 2 dəfə düşdü. 2 5-im 10 olacaq. 14-dən 10 çıxanda burada 4 qalır. 4 5-ə bölünmür. 0-ı gətirirəm bura. 40-ı da 5-ə böləndə 8 düşəcək. Yəni 328 qəpik olur. 328 qəpik də 3 manat 28 qəpik deməkdir. Doğru cavabımız A variantı 3,128 manat. Dördüncü sual. Düzbucaqlının eni uzunluğundan 3 dəfə azdır. Onun perimetri 32 sm olarsa sahəsini tapın. Belə bir düzbucaqlı düşünə bilərsiniz. Eni uzunluğundan 3 dəfə azdır. Bunu tənlik vasitəsilə də yazılış qaydasını göstərəcəm. N x-dirsə uzunluq olacaq 3x. Yəni bir o birindən 3 dəfə daha çoxdur. N-lə uzunluğu toplayıb 2-yə vuranda biz perimetri alırıq. X-in üstə 3x gələndə edir 4x. Təkrar edirəm, x, yəni n və uzunluq 3x. Bunlar toplanılır, vurulur 2-yə. Yəni detallı yazım 2 vurulsun x üstə gələ 3x. Şərtə əsasən bu bərabərdir 32-yə. X ilə 3x toplayanda olacaq 4x. 4x-i də 2-yə vuranda olacaq 8x. Bərabərdir 32. Buradan x bərabərdir 4-ə. Yəni bunun eni 4, uzunluğu da 3x. 3-ü 4-ə vuranda oldu 12. N 4-dür, uzunluq 12-dir. Sayını tapanda nə edirəm? Sahə bərabərdir. Eni vururam uzunluğa, yəni 12-ni 4-ə vuracam. O olacaq 48 kvadrat santimetr. Doğru cavabımız D variantı. Dostlar, bunu fərqli də yanaşaraq yaza bilərsiniz. Tam hissə modeli deyilən bir anlayış var. İbtidai sinifdə ikinci hissədə bununla bağlı danışılır. Qısa da olsa, əvvəlki dərsliklərdən də müəllimlər bilirlər. Çox əhatəli formada verilirdi. İndi sadəcə tənliyə daha çox önəm verilir. Amma dərslikdə keçdiyiniz üçün sizin də məlumatınız olsa yaxşı olar. Bu zaman necə yanaşma edirəm? N yazıram burada. Bir də uzunluğa da uz yazıram qısa olaraq. Eni bir dənə kvadratdırsa, uzunluq bundan 3 dəfə çoxdur. Yəni olacaq 3 kvadrat. N ilə uzunluğun cəmi 16 olmalıdır. Niyə? Perimetr 32-dirsə, N ilə uzunluğu toplayanda 16 olub ki, bunun perimetrini tapanda axı 2-yə vururam, olur 32. Yəni bu 16-dır. 16-nı 4 yerə böləndə düşür 4. Yəni N 4-dür. Bunun hər biri də 4 olur. Uzunluq da olacaq 4-ü çevirəndə 12. Yəni təkrar olaraq həmin 12-ni 4-ə vurub 48-i belə də ala bilərsiniz. Bu da əlavə bir təklifdir. Amma tənlik üsuluna öyrəşsəniz daha gözəl olar. 5-ci suala baxırıq. Arif 4 saata 12 litr, Zahid isə 8 saata 40 litr boyanı divara vurur. İkisi birlikdə 3 saata neçə litr boyanı divara vura bilərlər? Arif 4 saat 12 litrdirsə, onda 1 saata neçə litr boya vurar? Bunu tapmaq üçün 12-ni 4-ə böləcəm, düşəcək 3 litr. Eyni qayda üzrə biz Zahid üçün də bunu tapa bilərik. Zahid 8 saata 40 litrdirsə, 40-ı 8-ə bölürəm, 1 saata 5 litr edir. İndi bunlar birləşsə, 3 və 5-i toplayaram. Yəni birlikdə 1 saata 8 litr boyanı divara vura bilərlər. Hər saata 8 litrdirsə, bəs 3 saata nə qədərdir? 8-i 3-ə vuraram, 24 litr olacaq. Doğru cavabımız B variantına uyğun gəlir. Belə dəyərli izləyicilər, bununla da növbəti videomuzun sonuna gəlib çatırıq. Kanalımıza abunə deyilsinizsə, mütləq surətdə abunə olursunuz ki, və zınqrov işarəsini aktivləşdirirsiniz ki, növbəti videolar kanala yüklənən zaman sizə bildiriş gəlsin, siz də bu videolardan faydalanasınız. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.